Dostlar, dəfələrlə qızardılmış, yəni üzərinə dəfələrlə eyni yağ qızardılmış həqiqətən insan üçün çox zərərlidir. İçərisində kanserogen, yəni xərçəng əmələ gətirən təəssüf ki, maddələr yaranır. Bunu həmişə fast food alarkən nəzərə alın. Çünki həqiqətən də fast food dediyimiz və tez-tez qidalandığımız o dəyişdirilməyən yağlar və onlarda qızardılan hər şey bizim orqanizmimiz üçün çox zərərlidir. Bunu unutmuyoruz. Bunu dərk eləyirik bir dəfəlik və acil hallar istisna olmaqla çalışın ki, yeməyin. Çalışın evdə bir tikə özünüz üçün yemək hazırlayın və onu işə götürün. Dünya dağılmaz yəni. Nəinki çöldə hər hansı bir dönər alasınız ya da başqa bir şey, hansı ki dəfələrlə yağda qızardılmış, həmin o eyni yağı dəfələrlə istifadə edirlər, belə pirajkilər alasınız və s.